Müasir müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsində 200 illik tarixi əhatə edən erməni işğalına son qoyulması istiqamətində Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Cənab İlham Əliyevin komandanlığı ilə erməni işğalına, təcavüzünə son qoyulması ermənilərin yeni işğal siyasətinin, yeni ərazilər uğrunda fətih keçirdikləri hücum əməliyyatlarının qarşısının alınması məqsədi ilə həyata keçirilən döyüşlərdə qəhrəmanlıq, igidlik, cəsurluq, döyüşkənlik nümayiş etdirərək, hərbi hissə qarşısında qoyulmuş vəzifələri şərf və vicdanla yerinə yetirərək, düşmənin məhv edilməsi istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək, bugünümüz üçün, gələcəyimiz üçün 10 milyondan çox Azərbaycan xalqının, yaşayan 50 milyondan çox Azərbaycanlının, Türk dünyasının, tərəqqipərvər bəşəriyyətin qürurunu tam şəkildə bərpa etmək, başucalığı bəxş etmək məqsədi ilə töv Azərbaycan yaratmaq, Azərbaycanın mövqeyini dünya müqayisəsində daha da möhkəmləndirmək və Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyev başda olmaqla Azərbaycan xalqının qəhrəmanlıq tarixinə, 21-ci əsr tarixinin adları qızıl hərflərlə yazılmış, yeni bir dövrün başlanğıcını qoymuş, yəni zəfər tariximizi yazmış. Hər bir şəhidimizə, o cümlədən bugün ilk dönümünə toplaşdığımız Münasir Mübarizoğlu Yusifova, Allah rəhmət eləsin, Allah yaxınlarına, atasına, anasına can sağlığı, ömür versin, səbir təmkin versin. Xüsusi olaraq qeyd eləmək lazımdır ki, Azərbaycanımızın müasir tarixinin qeyd elədiyimiz kimi yazılmasında, zəfərimizin əldə edilməsində, 21-ci əsr tariximizdə Azərbaycanın qəhrəmanlıq tarixinə yeni bir səhifənin daxil edilməsində münasib kimi minlərlə şəhidlərimizin çox böyük əvəzsiz xidmətləri vardır. Onlar Azərbaycan Respublikasının dövlət himnində qeyd olunduğu kimi vətən yolunda can verməyə, qan tökməyə hazır olmalarını döyüş prosesində, döyüş zamanı düşmənə qarşı həyata keçirilən əməliyyatlarda tam şəkildə sübut edərək ən yüksəni, yüksək zirvəni, əbədi yaşarlıq zirvəsinin, ölməzlik zirvəsinin, şəhidlik zirvəsini fəth etmişlər. Xüsusi olaraq qeyd edilmək lazımdır ki, Nasif Mübarizoğlu Yusifov Azərbaycan ordusu sıralarında çox böyük şərəflə, vicdanla və təmpərvərcəsinə xidmət göstərmişdir və bu sahədə xidməti göstərməyi, Azərbaycan ordusu sıralarında olmağı özünə böyük bir şərəfli peşə hesab edərək Azərbaycanımızın ərazisinin bütövləşməsi uğrunda ən yüksək zirvəyə ucalmışdır. Onun bu səviyyə çatmasında oxuduğu məktəbin, böyüdüyü ailənin, onun atası, bizim hörmətli Mübariz müəllimin çox böyük əvəzsiz xidmətləri olmuşdur. Yəni, münasib Azərbaycanın ən çətin dövründə dünyaya göz açmış. Yəni, Azərbaycan torpaqlarının işğal altında olduğu bir dövrdə dünyaya göz açmışdır və torpaqlarımızın işğaldan azad edilməsi, ermənilərin işğalçılıq siyasətinin qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2003-cü ildən etibarən həyata keçirdiyi siyasi xətti onun atası hələ körpəykən ona aşılamağa başlamışdır, başa salmağa başlamışdır ki, həqiqətən düşmənə qarşı həmişə biz döyüşə hazır olmalıyıq və hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur ki, yəni Konstitusiyamızın 76-cı maddəsində qeyd olunur ki, vətəni müdafiə eləmək hər bir şəxsin müqəddəs borcudur. Və münasibin bu ruhda böyüməsində Mübariz atanın çox böyük əvəzsiz xidmətləri olmuşdur. Onun oğlunun bu səviyyə çatmasında xidmətləri çox böyük olmuşdur. Yəni, vətənimiz qarşısında
xidmətlərini hesab edirik ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimiz Ali Baş Komandanı, müasir Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini nasib kimi qeyrətli oğullarımızın qəhrəmanlığı sayəsində tam şəkildə təmin etmiş və Azərbaycanın 20 ildən çox böyük bir tarixini qurub yaratmış, dünya miqyaslı siyasi xadimi, Heydər Əliyev siyasətinin ən vaxt davamçısı Prezident Cənab İlham Əliyev Nasibin qəhrəmanlığına, igidliyinə yüksək qiymət verərək onu bir sıra təltiflərlə təltif etmişdir, mükafatlandırmışdır və hesab edirəm ki, onun mükafatları sırasına onu bu ruhda böyüdən, inkişaf etdirən, vətənin müdafiəsinə yönəldən atasının tez bir zamanda azadlığa qovuşması üçün öz səlahiyyətlərindən istifadə edərək fərman sərəncam verəcəkdir ki, həqiqətən Mübariz müəllim bu cür oğul böyütməsi, onun qiymətləndirilməsi istiqamətində dövlət səviyyəsində nəzərə alınaraq onun azadlığa buraxılması məsələsi öz həllini tapacaqdır ki, həqiqətən bu da münasibin vətən qarşısında xidmətinə, onun keçdiyi döyüş yoluna bir daha ölkə prezidentinin verdiyi qiymətin təklif hissəsi olardı. Yəni demək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimiz Ali Baş Komandanı Cənab İlham Əliyev həmişə şəhidlərimizin keçdiyi tarixi yola yüksək qiymət vermişdir ki, və qeyd etmişdir ki, əldə etdiyimiz bu qələbəyə görə biz şəhidlərimizə borçluyuz. Onları qəhrəman ruhda böyüdən atalara, analar borçluyuz. Ona görə də bu borcu hesab edirəm ki, dövlətimiz tərəfindən yeni yetirməsi istiqamətində işlər həyata keçiriləcəkdir və tez bir zamanda hörmətli mübariz ata azadlığa qovuşacaqdır ki, həqiqətən o da növbəti dəfə və indiki illərdə şəhid ailələrlə birlikdə kənd sakinləri, rayonumuzun ictimaiyyəti, Respublika əhalisinin iştirakı ilə şəhidlərimizin əbədi yaşarlığını təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdə bizimlə birlikdə iştirak edəcəkdir. O günü səbirsizlə gözləyirik və Cənab Prezidentdən bir daha xahiş edirik ki, onun bu cür oğul böyütməsini, vətənə qurban verməsini, vətən uğrunda canlı qurban verərək ən yüksək zirvəni fəth etməsini nəzərə alaraq, onun atasının, mübariz atanın tez bir zamanda azadlığa qovuşması üçün özünün səlahiyyətləri çərçivəsində bir sıra tədbirləri həyata keçiriləcəkdir. Biz buna görə də əvvəlcədən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimiz Ali Baş Komandanı, Azərbaycanımızın 20 illik tarixini yazıb yaratmış. Bu cür qəhrəman igid oğulların qəhrəmanlığı sayəsində bu zirvəni fəth etmələrinin məntiqi nəticəsi olaraq yeni bir Azərbaycan qurmuş Cənab İlham Əliyevə öz təşəkkürümüzü, minnətdarlığımızı bildiririk ki, həqiqətən bir daha bu istiqamətdə öz fəaliyyətindən, öz səlahiyyətlərini istifadə edərək bu məsələnin həll edilməsi üçün üzərinə düşən vəzifələrin ötəsindən gələcəkdir. Yəni bir daha Allah şəhidlərimizə rəhmət eləsin, Allah xalqımızı, ordumuzu qorusun, Allah Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimiz Ali Baş Komandanı, Azərbaycan xalqının milli qəhrəmanı, vətən müharibəsi qəhrəmanı, bütöv Azərbaycan yaradaraq dünyaya təqdim etmiş dünya miqyaslı siyasi xadim Cənab İlham Əliyev olsun. Allah bir daha şəhidlərimizə rəhmət eləsin. Allah